Axşamınız xeyir Hər müəllimə. vaxtınız xeyir olsun can. Ödənişli noyabr qrupunun dərsidir. Bədii təfəkkür məşğələsinin izahını verəcəm müəllimlər və YouTube kanalımıza da yerləşdirəcəm. Heç yerdə görmədiyiniz açar sözlərlə dolu bir məşğələnin izahı olacaq. Ona görə sizlər də zəhmət olmasa kanala keçid etdiyiniz zaman kanala abunə olarsınız. Bir də videonu bəyənərsiniz ki, daha çox müəlliməmizin qarşısına çıxsın və daha çox müəllimə yararlana bilsin. Əlavə olaraq da nə qədər suallarınız olsa mart ayında bizim qısa bir müddət də olsa, vaxtla əlaqəli 10 günlük də olsa ödənişsiz təlimimiz olacaq. Həmin 10 günlük təlimimizdə də kimlər iştirak etmək istəsə elə qruplarımızda qalsın. Əlavə olaraq iş yoldaşlarınızı da həmin qruplara əlavə edə bilərsiniz. Onlar da ödənişsiz təlimlərdən yararlana bilər. Ayın 5-də isə tam rəsmi sertifikatlı bir təlimimiz olacaq. Həmin təlimdə də sizlərin çox istədiyiniz təhlükəsizlik və ilkin tibbi yardım mövzusuna toxunacağam. Ona görə o dərsi də mütləq şəkildə qaçırmayın və dərslərə qoşulmaq istəyən müəllimlər istər ödənişli, istərsə ödənişsiz 050 869 4162 nömrəmə yaza bilərsiniz. Mesajları özüm cavablandırıram. Hər birinizi də özüm qruplara əlavə edəcəm. Dərslərdə də hər bir kəsə fərdi şəkildə yanaşılacaq. İstər ödənişsiz, istərsə də ödənişli təlimlərdə. İndi isə gəlin başlayaq. Səslərə nəzarət edin, çox xahiş edirəm. Çünki videonu dinləyəndə sizin özünüzə o pis təsir edəcək. Kiminsə səsi açıqdır. Səsə nəzarət edin. Deməli müəllimlər, bədii təfəkkür məşğələsi. Bədii təfəkkür məşğələsi bilirsiniz 2.2 standartında yer alır və 2.2 standartı idraki inkişaf sahəsinin nitqi dinləyib, anlayır, rabitəli danışır və nitq etiqetlərindən istifadə edir standartıdır. Bu standartın 2.2.1 və 2.2.2 standartı sırf olaraq bədii təfəkkür məşğələsinin standartlarıdır. Yəni bu 2 dənə alt standartı bilməyiniz elə məşğələnin bir qismini bilməyiniz deməkdir. Və qeyd edim ki, bədii təfəkkür məşğələsinin başlığı dinləyək və danışaqdır. Və bədii təfəkkür məşğələsi orta yaş qrupundan etibarən, yəni 3-4 yaş qrupundan etibarən biz bu məşğələni qruplarda tədris edirik. Və o yaş dönəminə qədər gördüyünüz bu alt standartlar, yəni 1-ci və 2-ci körpələr qrupunun alt standartları digər məşğələlərdə, ətraf aləm olsun, sensor tərbiyə məşğələsi olsun, digər məşğələlərimizdə inteqrasiya xarakterli istifadə olunur. İnteqrasiya yəni əlaqələndiririk. Məsəl üçün 1-ci körpələr qrupunda biz əgər uşaqlara yeni sözlər öyrətmişiksə, indi o sözlərdən istifadə etməyi inteqrasiyasını veririk 2.2.1 ilə 1-ci körpələr qrupunda. Yəni 1-ci və 2-ci körpələr qrupunun bədii təfəkkür məşğələsinin standartları sırf olaraq inteqrasiya xarakteri daşıyacaq. Orta qrupdan etibarən uşaqlarda təfəkkür psixoprosesinin formalaşması nəticəsində artıq bədii təfəkkür məşğələsi də tədris olunmağa başlayacaq. Çünki artıq uşaqlarda həm dinləmək, həm də anlamaq bacarığı olacaq. Yəni 1-ci və 2-ci körpələr qrupunda uşaq sadəcə dinləyirsə, orta qrupdan etibarən artıq həm də anlaya biləcək. Və bunun nəticəsində də artıq bədii təfəkkür məşğələsi hardan başlayır? Orta qrupdan. Qəşəng bir sualdır. Qəbulda desək ki, bədii təfəkkür məşğələsinin orta qrupdan etibarən başlamasına səbəb nədir? Birbaşa olaraq götürürsünüz, uşaqda intellektual keyfiyyətlərin, yəni təfəkkürün inkişafı, yəni orada artıq emosional keyfiyyətlərdən və yaxud hissi xüsusiyyətlərdən söhbət belə gedə bilməz. Sırf olaraq təfəkkür orta yaş qrupundan etibarən inkişaf etdiyi üçün və məşğələmizin də adı bədii təfəkkür olduğu üçün artıq orta qrupdan etibarən biz bu məşğələni uşaqlara tədris edəcəyik. 1-ci körpələr qrupunun alt standartında uşaqda əsas açar söz nədir? Hisslərini ifadə edən sadə sözlərdən. Yəni hiss varsa 1-ci körpələr, hərəkət varsa 2-ci körpələr, artıq anlama daxil olursa, yəni baxın 1-ci və 2-ci körpələrdə anlamaq deyə bir şey yoxdur. Orta qrupdan isə artıq anlamaq deyə bir ifadə daxil olur bizim lüğəti ehtiyatımıza. Ona görə də orta qrupdan etibarən dinləyib anladığını verdiyi sual-cavablarla nümayiş etdirirsə, bu orta qrupun bədii təfəkkür məşğələsindədir. Dinləyib anladığı fikirlərə münasibət bildirmək, artıq münasibət bildirirsə böyük qrupdadır, şərh edirsə məktəbə hazırlıqdadır. Münasibət nə deməkdir? Məsəl üçün, mən cırtdanın yerində olsaydım, işıq yanan tərəfə yox,
itirən tərəfə gedərdim. Artıq uşağın öz münasibəti var. Şərh etmək isə daha obyektiv xarakter daşıyır. Məsəl üçün, münasibət bildirmək mənim subyektiv münasibətimdir. Amma şərh etmək isə artıq mənim obyektiv, yəni nə görürəmsə, artıq onu necə anlamışamsa, o cür şərh edirəm. Ona görə ən çox baxırsınız televizorda, məsəl üçün, xəbər şərhçiləri, hansı ki, diktorlar, onlar neynir? Xəbərləri şərh edir. Necə şərh edir? Obyektiv formada. Yəni, necə yazılıbsa, o məlumat onlara necə verilibsə, onu o formada şərh edir. Və şərh etmək biraz mürəkkəb və müzakirəli bir proses olduğu üçün daha çox məktəbə hazırlıq qrupunda özünü göstərəcəkdir. Yəni, şərh görsəz məktəbə hazırlıq, münasibət görsəz böyük qrup, anladığınız sual-cavablarla nümayiş etdirirsə orta qrup, hərəkət ikinci körpələr, hiss varsa birinci körpələrdə yer alacaq. Sonra keçdik ikinci alt standarta. Şəkillər üzrə tanış obyektləri adlandırır. Baxın, yenə inteqrasiya məqsədi ilə verə bilərsiniz. Ətraf aləmdir. Uşaq orada almanı, heyvanı, narı görür və adlandırırsa 2-2-1-dən inteqrasiya edə bilərsiniz. Artıq ikinci körpələr qrupunda kiçik həcmli nağıl və şeir söyləyəcək. Burada artıq məqsədimiz necə olacaq? Günün ikinci yarısından sonra asudə vaxtın təşkilində biz uşaqlara nağıl və şeirləri öyrədəcəyik ki, həmin nağıl və şeirlərin məqsəd yönlü şəkildə uşaqların təxəyyülünü inkişaf etdirmək məqsədi ilə öyrədəcəyik, hafizəsini inkişaf etdirmək məqsədi ilə öyrədəcəyik və ona görə artıq bu doğrudur. Yəni, bu artıq ikinci körpələr qrupundan etibarən biz uşaqlara şeirləri, nağılları yavaş-yavaş öyrətməyə başlayırıq. Orta qrupdan artıq uşaqlar şəkillərin məzmununa əsasən hekayəni və nağılları danışır. Bu artıq orta qrupdadır. Böyük qrupda artıq uşaq özü təxəyyül psixi prosesinə əsasən hekayə tərtib edir. Yəni, hekayə tərtib etmək böyük qrupda, hekayə və nağılı danışmaq orta qrupda, məktəbə hazırlıqda isə artıq uşaq şərh edəcək. Baxın, bayaq da dedim, şərh etməyi harda görsəz, avtomatik olaraq götürəcəksiniz məktəbə hazırlıq qrupuna. Bu formada yadınızda qalsın. Bu bizim standartlarımız. Mən hər mövzunu, hər məşğələni, hər metodikanı izah edəndə müəllimlərimə də deyirəm ki, müəllimlər çalışın alt standartları gözəl bir şəkildə mənimsəyəsiniz. Çünki alt standartlar dövlətin bizim qarşımıza qoyduğu minimal tələbdir və bir müəllimə bir məşğələnin alt standartını bilirsə, o məşğələ haqqında bir 50% məlumatlıdır deməkdir. Ona görə hər zaman alt standartları xüsusilə mənimsəyin. İndi isə keçid edək bədii təfəkkürün əsaslarına. Bədii təfəkkürdə şeir var, nağıl var, hekayə var. Birinci növbədə istəyirəm sizə onların fərqini izah edim. Ondan sonra artıq digər izahlarımı verim. Baxın müəllimlər, qeyd dəftərinizi açırsınız qəşəng və həmin qeyd dəftərinizi 3 hissəyə bölürsünüz. Birinin başlığına yazırsınız şeir, birinin başlığına yazırsınız nağıl, birinə isə yazırsınız hekayə. Sonra indi mən deyəcəyim açar sözləri isə onların aşağı hissəsindən qəşəng formada qeyd edirsiniz və onları əzbərləyirsiniz. Çünki imtahanda 2025-ci ilin MİQ imtahanında düşən suallar, diaqnostikada düşən sualların bir çoxu hissəsi bədii təfəkkürlə bağlı. Ən çox şeir, nağıl və hekayə üzərində qurulur. Niyə görə? Çünki elə bədii təfəkkürün əsasını bu 3 məzmun təşkil edir. Ona görə dediyim qayda ilə yazarsınız. Baxın, şeir dediyimiz zaman şeir birbaşa olaraq uşağın hafizə psixi prosesini inkişaf etdirən bir, necə deyərlər, mövzudur. Yəni, şeir vasitəsilə biz uşaqların hafizəsini inkişaf etdiririk. Hətta sizə belə bir şey deyim, əgər bir uşağın hafizəsi yoxdursa, uşaq verilən məlumatı uzun müddətli şəkildə yaddaşında saxlaya bilmirsə, hətta müəllimlərdən belə olur ki, deyir ki, mən bu mövzunu mənimsəyə bilmirəm. Həmin müəllimələrə mən ilk olaraq önərim nə olur? Deyirəm, çalışın mövzunu əzbərləyin. Qoyun sizdə yaddaş inkişaf etsin. Baxın, uşaqlar üçün də bu belədir. Yəni, yaddaşsız uşaqlara ən gözəl yaddaşı qazandıran bir proses şeirin əzbərlənməsidir. Şeir birbaşa olaraq uşaqda hafizə psixi prosesinin təməllərini qoyur. Ona görə şeir olacaq hafizə, şeir olacaq daha çox əzbərə dayanan bir proses, şeir olacaq nəzm, janr olaraq nəzm. Daha sonra intonasiya şeirdə çox önəmlidir. Çünki şeiri deyərkən intonasiya ilə demək lazımdır və şeirdə çox önəmli olacaqdır qafiyə və ritm. Qafiyə və ritm birbaşa olaraq aid olacaqdır bizim, necə deyərlər, şeirimizə. Bu yadınızda qalsın. Daha sonra var nağıl.
Nağıl isə daha çox nədir? Fantaziyadır. Daha çox reallığı əks etdirməyən və daha çox reallıqdan kənar mövzulara toxunan bir anlayış olduğu üçün bu nağıllarımız isə daha çox təxəyyül psixoprosesinə dayanacaq. Deməli, şeir hafizə, nağıl təxəyyül. Belə bir fərq özümüz üçün müqayisə edək. Daha sonra şeirlər əzbərləndiyi halda nağıllar qurulur. Bu da ikinci bir fərq. Üçüncü bir fərq nədir? Nağıl daha çox nəsr. Yəni, nağıl və hekayə daha çox nəsrdirsə, şeir isə nəzmdir. Bu da daha bir fərq. Daha sonra, nağıl daha çox uşaqlarda əyani obrazlı təfəkkürü formalaşdırır. Yəni, yaradıcılıq baxımından. Çünki təxəyyül harda varsa, təfəkkürün əyani obrazlı növü də orada var deməkdir. Bundan əlavə olaraq, nağıllar uydurma olur. Nağıllarda ekspressivlik. Ekspressivlik nə deməkdir? Məsəl üçün, ora bir emosionallıq qatırıq. Ora rola daxil olarkən neynirik? Özümüzü sanki o rolun içərisindəymiş kimi hiss edərək davranırıq. Hansı ki, buna deyilir ekspressivlik. Bu da artıq yenə nağıldadır. Yəni, ekspressivliyi sabah testə versə ki, məsəl üçün, şeir danışarkən uşaqlar ekspressiv olmalıdır. Birbaşa yanlış götürürsünüz. Çünki ekspressivlik bir qayda kimi nağıldadır. Yadınızda qalsın. Daha sonra nağıl uydurmadır. Nağılda proqnozlaşdırmalar önəmlidir. Hansı ki, nağıl etmə işi sulunda bizlər test işlədiyimiz zaman necə tapırdıq testdə? Nağılın sonunu proqnozlaşdırmaq, hekayənin sonunu proqnozlaşdırmaq, hekayənin və nağılın ardını proqnozlaşdırmaq deyirdik, hansı işi sulundadır? Nağıl etmədəydi. Deməli, oradan da yanaşsaq, yenə proqnozlaşdırma, intuisiya, sonra axıcılıq, rollu oyunlarda canlandırma, bunlar hamısı və hamısı aid olacaqdır nağılın məzmununa. Bu da nağıl. İndi keçid edək hekayəyə. Müəllimlər, hekayə isə daha çox reallığı əks etdirəcək. Yəni, burada real hadisələr, reallıq özünü göstərəcək. Deməli, nağılla hekayənin bir əsas fərqi nədir? Nağıllar daha çox fantaziya, uydurma xarakteri daşıdığı halda, hekayələr isə daha çox reallığı əks etdirir və hekayələr daha çox məntiqi sözlü təfəkkürü özündə əks etdirir. Yəni, hekayələr məntiqi sözlü təfəkkür, reallıq, öyrədici xarakteri daşıyır. Düzdür, nağıl da istər öyrədici, istərsə də əyləndirici xarakteri daşıya bilər. Amma nağıl daha çox əyləndirici xarakteri daşıdığı halda hekayələr daha çox öyrədicidir. Amma sabah testdə desələr ki, nağıl yalnız əyləndirici xarakteri daşıyır, yalnız məhdudlaşdırıcı bir ifadə olduğu üçün bilin ki, səhvdir. Çünki yalnız səhvdir. Həm də öyrədici, həm də əyləndirici ola bilər. Amma hekayələr daha çox uşaqları öyrədir. Bundan əlavə olaraq, hekayə də nəsirdədir. Hekayə ağır məzmunlu olur. Dramlaşdırılmış oyun, hansı ki, dramlaşdırılmış oyun reallığı əks etdirən bir yaradıcı oyun növü olduğu üçün burada biz daha çox hekayələrdən istifadə edirik. İctimai-siyasi hadisələr, ictimai-siyasi bayramlar, hansı ki, biz ətraf aləmlə tanışlıq məşğələsini öyrənərkən qeyd etmişdim ki, müəllimlər, ictimai-siyasi bayramlarda nağıllardan istifadə edə bilmərik. Çünki nağıllar uydurmadır. İctimai-siyasi hadisələr isə reallığı əks etdirir və reallığı əks etdirən bayramlarda biz daha çox şeir və hekayələrdən istifadə edə bilərik. Yəni, reallıq, gerçəklik harda görsəz, bu da aid olacaq bizim hekayəmizə. Bu üçünün əsas fərqi. Bu belə. Bir də sabah desək ki, hansında 3 mərhələ var. Hansı ki, başlanğıc, inkişaf və nəticə mərhələsi deyirsiniz nağılda. Hansında desək ki, personaj xarakter öndədir, deyirsiniz ki, nağılda. Hansında desək ki, intonasiya var, deyirsiniz şeirdə. Hansında, belə deyək, estetik zövq var, estetik təsir var, emosional təsir var, deyirsiniz şeirdə. Hansında qulağın inkişafı, hansı ki, poetik qulaq. Poetik qulaq nə deməkdir? Yəni, uşaq eşitdiyini hiss edir. O artıq şeirdədir. Daha sonra desək ki, hansı dərin və qısadır, deyirsiniz şeir. Yəni, bu formada hansında bədii təsvir vasitələri, mübaliğə, təşbihlər, şişirtmələr var,
deyirsiniz şeirdə. Daha sonra hansı daha simvolikdir? Nağıllar. Bəs hansında simvolik dil əsasdır? Şeirdə. Hansında verbal və qeyri-verbal ünsiyyət vasitələrindən istifadə olunur? Hər ikisində. Daha sonra hansında bir mesaj var? Daha çox mesaj nağıldadır. Hansı uzun və mürəkkəb olur? Hər ikisi. Yəni həm şeir, həm nağıl hər ikisi mürəkkəb ola bilər. Hansında bədii dinləmə bacarığı əsas olur? Nağılda. Yəni bu formada yadınızda saxlayırsınız. Bu əsas olaraq bizə lazım olan hissədir. İndi bədii təfəkkürdə bizə bir cuşə lazımdır. Hansı ki bu cuşə kitab cuşəsidir. Kitab cuşəsi haqqında da sizə məlumat verim. Kitab cuşəsində birinci növbədə məkanın seçilməsi önəmlidir. Məkan seçilərkən nəyə diqqət yetiririk? Məkanımız birinci növbədə məkan seçərkən bizim məkanımız sakit bir yerdə olmalıdır. İşıqlı bir məkanda olmalıdır. Və kitab cuşəsində əsas məqam budur ki, interaktiv künc olmalıdır. İnteraktiv künc deyəndə nəyi nəzərdə tuturuq müəllimlər? Yəni interaktiv künc o küncdür ki, burada uşaqlar fəal şəkildə kitablarla təmasda olsunlar və hətta həmin o kitab küncündə, interaktiv küncdə uşaq üçün belə deyim, hansı ki mən onu bir izahımda da demişdim, kitabın üzərində nöqtələri olur və biz həmin nöqtələrə basaraq kitabdakı sözləri, nağılları, şeirləri fərqli dillərdə uşaqlara nümayiş etdirə bilirik. Məsəl üçün alma sözünü ingilis dilində də deyir, Azərbaycan dilində də deyir, rus dilində də deyir. Baxın bu mənada. Yəni interaktiv küncün özü kitab cuşəsində çox önəmlidir. Və kitab cuşəsində birinci körpələr qrupunda hələ biz uşaqlara neynirik? Kitaba qarşı bir maraq oyadırıq. Hansı ki bu marağın sayəsində biz artıq gələcək illərdə uşaqlarda neynirik? Yavaş-yavaş kitablara qarşı daha da marağı belə deyək, böyüdürük, artırırıq və ona görə də harda şəkillərə, illüstrasiyalara maraq görsəz, bilin ki bu birinci körpələr qrupundadır. Yadınızda belə qalsın. Yəni hələ bizim aşağı yaş qruplarımızda birinci və ikinci körpələr qrupunda kitab cuşəsi dərhal təşkil edilməyəcək. Daha çox biz burada uşaqlara necə deyərlər, şəkillər vasitəsilə, tematik, yəni mövzu albomları vasitəsilə maraqlarını formalaşdıracağıq. Yavaş-yavaş artıq ondan sonra orta qrupdan etibarən uşaqlarda artıq əsəri qavrama qabiliyyəti aşılanacaq, artıq təsvir olunan hadisələrə emosional cavab vermək bacarığı formalaşacaq və böyük və məktəbə hazırlıqda isə artıq uşaqlar dinlədiklərini daha çox dinləmək istəyi artacaq uşaqlarda. Daha çox uşaqlarda şuurlu şəkildə personajlar arasında, nağıllar arasında, hekayələr arasında əlaqə qurmaq bacarığı, dilin xüsusiyyətlərini, məcazi nitqləri görmək bacarığının formalaşmasını müşahidə edəcəyik. Yəni bu yaş qrupları üzrə də bu formada yadınızda saxlayarsınız. Daha sonra bizə lazımdır burada bədii təfəkkürdə var, bədii fəaliyyət var, bədii təfəkkür. Bədii fəaliyyət müəllimlər 3.1 standartıdır. 3.1 standartı bizim sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir standartımızdır. Hansı ki bu standartda uşaqlarımız daha çox fəaliyyət yönümlü. Yəni neynirlər? Yaradırlar, qururlar, tikirlər, daha sonra kəsirlər. Yəni aplikasiyadır, yapmadır, quraşdırmadır, rəsmdir. Bunlar daha çox uyğun gələcək bizim bədii fəaliyyətimizə. Yəni, bədii fəaliyyət dediyimiz zaman daha çox uşaqların rəsm çəkməsi, plastilindən fiqur düzəltməsi, baxın, bunlar hamısı bədii fəaliyyət. Bədii təfəkkürü isə uşağın bir rəsmə baxıb, onun nəyi ifadə etdiyini düşünməsidir. Yəni, bədii təfəkkür daha çox düşünməklə əlaqəli bir proses olduğu halda, bədii fəaliyyət isə daha çox hərəkçi bir fəaliyyətdir. Yəni, burada hərəkət özünü göstərəcək. Yəni, konkret olaraq desək, bədii fəaliyyət icra olunan bir məşğələdir, amma bədii təfəkkür isə daha çox düşüncə və qavrayış prosesi olaraq yadımızda qalmalıdır. Bu formada yadınızda qalsın. Bu bədii fəaliyyət, bu da bədii təfəkkür. Yəni qısalaşdırsaq bədii təfəkkür, düşünmək 2.2 standartındadır. Bədii fəaliyyət isə daha çox fəaliyyət, hərəkət, daha çox yapmalar, quraşdırmalar, aplikasiyalar, kəsmələr, sonra rəsmlər bu mövqedə dayanır. Yəni 3.1 standartını bilsəz kifayətdir. Bu formada yadınızda saxlayarsınız.
Bir də bayaq qeyd etmədim müəllimlər, əsas məqamlardan biri nədir? Biz kitab cuşəsindəki kitabları saxlayırıq ha. Baxın, o kitablar özü bir neçə prinsipə əsaslanır. Həmin prinsiplərdən birincisi psixoloji prinsipdir, ikincisi pedaqoji prinsipdir, üçüncüsü ədəbi və sonuncu olaraq dördüncü prinsip isə tarixi ədəbi prinsipdir. Niyə görə deyirəm? Sabah imtahanda çox qəşəng bir sual hazırlamaq olar. Deyəcək ki, aşağıdakı prinsipləri qruplaşdırın və aşağıdan A, B, C, D bu formada onların qruplaşdırılmasını verəcək və müəllimə düzgün uyğunluğu müəyyənləşdirəcək ki, hansı hansına uyğun gəlir. Məsəl üçün, psixoloji prinsip adından da məlumdur. Psixoloji, yəni uşağın yaş xüsusiyyətini nəzərə almaq lazımdır burada. Uşaqların diqqət, yaddaş qabiliyyəti, şəxsi təcrübələri, hər bir şeyi nəzərə alınmalıdır. Hansı ki, biz planlaşdırmanın psixoloji ardıcıllığı var idi. O psixoloji ardıcıllığı necə edirdik? Asandan çətinə, yaxından uzağa. Onunla yadınızda saxlayın ki, bu kitaba verilən tələblərdə də psixoloji prinsip, psixoloji tələb uşağın yaşının, anlaq səviyyəsinin, şəxsi təcrübəsinin nəzərə alınması deməkdir. Bu belə yadınızda qalsın. Pedaqoji prinsip. Bizə niyə görə pedaqoq deyilir? Ona görə pedaqoq deyilir ki, biz uşaqların təlim və tərbiyə işləri ilə məşğul oluruq, düzdür? İndi pedaqoji prinsip deyirsə, deməli, o kitabdan uşaq nə qazanacaq? Yəni, o kitabın tərbiyəvi tərəfi uşağa nə olacaq? O mənada yadımızda qalsın. Yəni, tutaq ki, o kitab uşağa vətən sevgisini formalaşdıracaq, ana sevgisini formalaşdıracaq, yoxsa başqa mövzuları mı formalaşdıracaq? Pedaqoji prinsip daha çox tərbiyəvi, dəyər, aydınlığı və əl çatanlığı ilə fərqlənən bir prinsip olacaq. Ədəbi prinsipi isə daha çox ədəbi prinsip dediyimiz zaman orada artıq janrların fərqliliyi özünü göstərəcək. Hansı ki, məsəl üçün, orada artıq ola bilər ki, məsəl üçün, nəsr, nəzm, şeir, dram kimi fərqli janrlardan istifadə olunsun. Bu da aid olacaq bizim ədəbi prinsipimizə. Tarixi ədəbi prinsiplər isə qlobal, yəni qlobal ədəbiyyat nə deməkdir? Dünya ədəbiyyatı. Baxın, 2022-ci ilin bir qəbul sualı. Orada yazılmışdı ki, bədii bizim kitab cuşəmizdə yalnız Azərbaycana məxsus milli kitablar saxlanılmalıdır. Səhv idi. Çünki bizim kitab cuşəmizdə müxtəlif, istər rus, istər alman, istər çex, yəni müxtəlif ölkələrin, dünya ölkələrinin tanınmış yazıçılarının əsərləri saxlanıla bilər. Bu belə. Bu da bizim prinsiplərimizdir. Bu formada yadınızda saxlayarsınız. Sonra əsas məqamlar. Uşaqlar üçün hər bir yaş qrupunda şeirin öyrənilməsi var. Məsəl üçün, 1-2 yaş qrupunda biz daha çox uşaqlara qısa formada olan şeirləri mənimsədirik. Hansı ki, hələ bu yaş qrupunda uşaqlar tam olaraq başa düşmədiyi üçün, onlarda tam olaraq dərk etmə olmadığı üçün daha çox biz onlara neyinirik? Qısa. Məsəl üçün, Bartonun Oyuncaqlar, yadınızda qalsın ha, baxın, Bartonun Oyuncaqlar şeirini uşaqlara öyrədə bilərik və 4 yaşına qədər, məktəbə qədər təhsildə uşaqların qarşısına heç bir tələb qoyulmur ki, uşaqlar, belə deyək, mütləq şeiri mükəmməl danışmalılar. Yəni, 4 yaşadək uşaqlarda əzbərləmə qabiliyyəti hələ tam olaraq təkmilləşmədiyi üçün sinifdə bir şeir əzbərləmə vəzifəsi qoyulmayacaq. Yəni, bu formada yadınızda qalsın. Kiçik qrupda hələ qısa şeirlər verilir və Barto oyuncaqlar, hansı ki, uşaqlar tanış oyuncaqları, heyvanları uşaqlarla tanış etmiş oluruq. Orta yaş qrupunda isə artıq yavaş-yavaş biraz çətinləşdiririk. Məsəl üçün, artıq burada uşaqlar şeiri xatırlamalı, ifadəli oxumalı. Daha sonra burada artıq şeir əzbərləmək vəzifə kimi qoyulacaq. Burada daha çox Blaginnanın Analar Günü şeirindən istifadə edəcəyik. Böyük qrupda artıq uşaqlarda təşəbbüskarlıq, müstəqillik özünü göstərəcək. Artıq bu yaş qrupunda uşaqlar şeiri daha mənalı, aydın və ifadəli oxuyacaqlar. Zəhra müəllimə can səsi bağlayın. Daha sonra böyük yaş qrupunun uşaqları
artıq Puşkinin Qarağac sarayın qarşısında böyüyür kimi əsərləri əzbərləməyə çalışacaqlar. Məktəbə hazırlıq qrupunda isə artıq biz uşaqlara nağılları əzbərləmək kimi bir vəzifə qoyacağıq. Artıq uşaqlar nağılları əzbərləyib bizə danışacaqlar. Burada Əjdaha və Qarışqa nağılını misal olaraq deyə bilərik. Bu formada yadınızda qalsın. Bu belə. Sonra əlavə olaraq sizə deyə bilərəm, bədii təfəkkürlə bağlı şeirləri uşaqlara əzbərlədərkən, öyrədərkən bir ardıcıllığımız var. Hansı ki, birinci növbədə müəllimə uşaqlara şeiri öyrədərkən şeiri seçməlidir. Yəni, burada müəllimənin birinci vəzifəsi şeiri seçmək olacaq, şeirin seçilməsi. Müəllimə uşağın yaş səviyyəsini nəzərə alacaq, anlaq səviyyəsini nəzərə alacaq və məzmun baxımından uşağın marağına, onu sövq edən bir şeir seçməlidir. Bu birinci. İkinci növbədə müəllimə şeiri ilk dəfə özü səsləndirəcək. Yəni, müəllimə şeiri elə bir şəkildə səsləndirəcək ki, uşaqda o şeirə qarşı maraq oyansın, həvəs oyansın və uşaq artıq istər-istəməz o şeirə qarşı maraqlı olsun. Ondan sonra müəllimə şeirin məzmununu uşağa izah edəcək. Yəni, bu şeirdə nədən bəhs olunur? Uşaq bilməlidir ki, bu şeirin məzmununda vətənlə mi əlaqəlidir, ana ilə mi əlaqəlidir, yoxsa qeyri bir mövzudurmu? Yəni, biz bunu uşağa izah edirik. Daha sonra növbəti addımımız olacaqdır yenə. Müəllimə şeiri təkrar səsləndirir və təkrarlayacaq. Sonra oyun və dramlaşdırma, məsəl üçün, rollu oyun vasitəsilə uşaqlar daha çox axı indi biz interaktiv təlim modelindəyik. Oyundur, dramlaşdırmadır, elə bizim məşğələmizin bütün proseslərində özünü göstərməlidir. Elə şeir öyrədərkən də neyniyəcəyik? Elə birbaşa olaraq artıq 4-cü hissəsində, daha doğrusu 5-ci hissəsində oyun vasitəsilə, dramlaşdırma vasitəsilə uşağa şeiri öyrədəcəyik. Sonra şeir artıq uşaqda tam yadda saxlanılandan sonra, artıq uşaq tam şeiri mənimsəyəndən sonra onun ifadəliliyi üzərində iş aparacaqsınız. Yəni, uşaq şeiri əzbərləməmiş, onun ifadəliliyi üzərində iş apara bilməzsiniz. Niyə görə? Mən əzbərləmədiyim bir şeyi ifadəli necə oxuyum? Öz mövqeyimdən çıxış edirəm də, əlbəttə ki, oxuya bilməyəcəm, danışa bilməyəcəm. Deməli, birinci növbədə mən onu əzbərləyirəm. Daha sonra ifadəliliyi və intonasiyası üzərində iş aparacam. Və bunu da necə edəcəksiniz? Artıq hissə-hissə, az-az uşağa deyəcəksiniz ki, məsəl üçün, burada yavaş, burada səsini biraz qaldır, burada aşağı sal. Yəni, belə-belə artıq intonasiya, ifadəlilik üzərində də işinizi aparacaqsınız. Sonra artıq təkrarlama və möhkəmləndirmə ilə şeir əzbərləmə texnikasını yekunlaşdıracaqsınız. Qısaca, şeir seçilir, şeir müəllimə tərəfindən səsləndirilir, sonra şeirin məzmunu uşaqlara izah olunur, ondan sonra səsləndirmə və təkrarlama olur, oyun və dramlaşdırma, şeirin yadda saxlanılması və nitqin ifadəliliyi üzərində, intonasiya üzərində iş və ən sonda təkrarlama və möhkəmləndirmə ilə işimizi tamamlamış oluruq. Bu da bizim şeir əzbərlətmə texnikamız. Bu belə. Ondan sonra sizə deyim ki, müəllimlər, burada əsas məqamlardan biri də nədir? İmtahanda bizə verilə biləcək suallardan biri də budur ki, orada əsas yanaşmalar var. Məsəl üçün, kitabdan və ürəkdən oxuma var, müəllimin hekayəsi var, səhnələşdirmə var, bir də yadda saxlama və təhlil var. Kitabdan və ürəkdən oxuma dediyimiz zaman adi bir monoloqdur da, yəni müəllimə özü nağılı nəql edirsə monoloq. Monoloq nə deməkdir? Yəni, bir insanın danışması, hansı ki, tam üslub əsasında müəllimənin danışması və orada yazılanları əlavə etmədən, çıxarmadan tam olaraq uşağa çatdırmaq. Buna deyilir bizim, yəni müəllimənin kitabdan və yaxud ürəkdən oxuması. Yəni, müəllimə verilmiş mətni əzbərdən nəql edir. Yazıçının dilini, üslubunu, hər bir şeyini qoruyaraq nəql edir. İkinci, müəllimin hekayəsi. Müəllimin hekayəsi daha gözəldir. Belə ki, bugün bilirsiniz, Şəngülüm, Şüngülüm nağılı bizim planlaşdırmamızdan çıxarılıb. Niyə görə çıxarılıb? Çünki uşaqlarda fobiya yaradır, qorxu yaradır və ona görə də o nağıl artıq bizim planlaşdırmamızdan çıxarılıbdır. Yəni, bugün müəllimə hər hansısa bir qorxulu nağıl olarsa, hər hansısa bir uşaq üçün, necə deyim, bir fobiya yaradacaq bir hekayə olarsa, müəllimə onu özününkiləşdirəcək,
və onu fərqli bir formatda uşağa çatdıracaq. Məsəl üçün, baxıram, nağılda qorxulu hissə var. Onu çıxarıram, əvəzinə əyləncəli bir hissəni əlavə edirəm. Və bunun sayəsində də artıq buna deyilir müəllimənin hekayəsi. Yəni, müəllimə artıq orada yazılanları deyil və yaxud orada yazılanların bir qismini deyil, amma bir qismini özündən əlavə edir, çıxarır, özündən nələrsə qatır. Yəni, bu artıq müəllimənin hekayəsi adlanacaq. Sonra səhnələşdirmə var. Səhnələşdirmə də ən gözəl, belə deyək, metodlardan biridir ki, əsərin səhnələşdirilməsi, uşaqların hadisələrə emosional reaksiya verməsi, obrazın daha dərindən başa düşülməsinə şərait yaradan bir metoddur. Yadda saxlama və təhlil də artıq uşağın yaş səviyyəsinə uyğun olaraq mətni mənimsəməsi və yadda saxlaması üçün müxtəlif suallar, tapşırıqların verilməsidir. Buna da deyilir yadda saxlama və təhlil prosesi. Bunlar müəllimlər. Bunları bilsəz, bədii təfəkkürlə bağlı demək olar ki, hər bir şeyi bilmiş olacaqsınız. Əlavə olaraq heç bir belə deyim, mövzuya ehtiyac olmadan, bir də oradan yenidən oxuma var. Onu da mən sizə necə izah edəcəm. Yenidən oxuma əslində inanmıram imtahana düşsün. Amma hər ehtimala qarşı istəyirəm ki, onun haqqında bir qısa formada da olsa məlumat verim. Yenidən oxu nə üçündür? Adicə belə bir şey deyim. Müəllimə təlimi bitirir, yenidən təlimə qoşulur. Düzdürmü? Nə üçün qoşulur? Öyrəndiyini daha da təkmilləşdirmək üçün qoşulur. İndi yenidən oxu da uşaq üçün belə bir şeydir. Məsəl üçün, uşaq 3-4 yaş qrupunda, 2-3 yaş qrupunda bir nağılı oxuyubsa, öyrənibsə, həmin nağılı artıq uşaq 4-5 yaşından sonra təkrar oxu vasitəsilə daha dərin şəkildə başa düşür. Və uşaqda artıq diqqət, təfəkkür, təxəyyül, qavrama kimi psixi proseslər də inkişaf etdiyi üçün artıq ona qarşı daha belə dərindən yanaşması formalaşır. Nəyin sayəsində? Təkrar oxu, yenidən oxunun sayəsində, yəni yenidən danışmağın sayəsində. Qırmızı papaq nağılı planlaşdırmamızdan çıxarılmayıbdır. Sadəcə orada da yenə o müəllimənin hekayəsi kimi o qorxulu hissələr, canavarın artıq o qırmızı papağın nənəsi ilə bağlı olan hissələrini müəyyən qədər yeniliklər etməyiniz məqsədə müvafiq olar ki, uşaqlarda fobiya, qorxu hissini yaratmasın. Amma şəngülüm, şüngülüm nağılı birbaşa olaraq çıxarılıb. Çünki o nağılda uşaqlara daha çox fobiya və qorxu hissini formalaşdırdığı üçün. Bu formada müəllimlər, bədii təfəkkür məşğələsi budur. Bədii təfəkkür məşğələsinin əsas hissələri bunlardır. Əlavə olaraq digər hissələrini də inşallah ki, testlərimiz vasitəsilə sizlərdə formalaşdıracağam. İndi nə suallarınız varsa verin, aydınlıq gətirək. Var mı suallarınız? Axşamınız xeyir canım müəllimə. Hər vaxtınız xeyir Fidan müəllimə. Buyurun can. Mən bu təfəkkür var. Uşaqların neçə yaşda başlayır? Bu neçə yaşda başlayır müəllimə? Baxın. Yəni biz kiçik qrup olduğumuz üçün kiçik qrup olduğumuz çox şey başa düşmürlər müəllimə. Sizdə 1-2 yaşda əyani əməli təfəkkürdür. Yəni hələ təfəkkür psixi prosesi tam olaraq formalaşmayıb. Əyani əməli təfəkkür. Yəni əyani əməli təfəkkürdə nə idi? Mən qəbul edirəm, axı buradasınız. Deməli, əyani əməli təfəkkürdə neynir uşaq? Hələ fəaliyyətlərlə məşğul olur. Yəni, toxunur, toxunma əsasında, sensor təcrübə əsasında dərk edir və o təcrübəni hərəkətə çevirir. Aydın oldu mu? Və hərəkətə çevirir deyə uşaqda əyani əməli təfəkkür olur. Yəni 1-2 yaş, 1-3 yaşda sadəcə əyani əməli təfəkkür olacaq. Artıq 3 yaşdan nitqin uşaqda inkişafı ilə, inkişaf etməsi ilə bərabər uşaqda əyani obrazlı təfəkkür formalaşacaq. Artıq 5-7 yaşda isə məntiqi sözlü təfəkkür olacaq. Yəni təfəkkür psixi prosesi sırf olaraq 3 yaşdan daxil olur. Sadəcə olaraq onun əyani əməli növü, hansı ki o tək oyun dönəminə, sensor təcrübə dönəminə təsadüf etdiyi üçün o dönəm üçün əyani əməli təfəkkürü deyirik. Amma təfəkkürün özünün beyinlə əlaqəli, uşağın anlaması, dinlədiyini qavraması bu artıq aydın olacaqdır. Hara? Orta qrupdan etibarən başlayacaqdır. Müəllimə, mən çıxarmamışam sizi. Yəqin ki, 100 nəfərlikdir də bilirsiniz. Google Meet 100 nəfərlik olur. Ora daxil olanda birdən siz çıxırsınız, daxil olursunuz ona görə yəqin ki. Belə Fidan müəllimə. Yəni sizdə hələ təfəkkür deyil. Bəli, buyurun Arzu. Sağ olun. Siz sağ olun. Bəli, buyurun. Axşamınız xeyir. Hər vaxtınız xeyir can. Axşamınız xeyir. Hər vaxtınız xeyir.
Müəllimə, bir söz soruşdum. Siz deyirdiniz, mən dəftərimə qeyd edirdim, onu ötürdüm. Bədii təfəkkürlə bədii fəaliyyəti bir də izah edərdiniz. Yəni hansı standart bədii fəaliyyətə, hansı Aha. təfəkkürdür? O standartı deyərdiniz. Çox xahiş Tamam. edirəm. Bədii fəaliyyət, bədii bacarıqlar var. Hansı ki, sadə bədii yaradıcılıq bacarıqlar nümayiş etdirir. 3.1 standartıdır. Yəni oradakı rəsm, oradakı yapma, oradakı quraşdırma, oradakı aplikasiya fəaliyyəti 3.1. Sadə bədii yaradıcılıq bacarıqları olacaq bədii fəaliyyətə. Bu bədii fəaliyyətdir. Bəli. Aha. Amma 2.2, Aha. 2.2 standartı nitqi dinləyib anlayır və rabitəli danışır standartının 2.2.1 və 2.2.2 standartı isə aid olacaq bədii təfəkkür məşğələsinə. Bədii fəaliyyət daha çox belə deyək, praktik fəaliyyətlərlə özünü göstərdiyi halda, bədii təfəkkür isə uşağın düşüncəsidir. Uşağın şuurlu qavraması və düşüncəsi bədii təfəkkürdür. Fəaliyyəti və yaradıcı işi isə bədii fəaliyyətdir. Bu formada yadınızda qalsın. Çox sağ olun müəllimə. Sağ Allah olun. razı olsun. Cümləmizdən. Başqa müəllimə. Axşamınız xeyir Cəmilə müəllimə. Hər vaxtınız xeyir Günel müəllimə. Buyurun can. Cəmilə müəllimə, bu nağılla hekayəni kitabdan müəllimə oxumalıdır uşağa, yoxsa elə spontan? Ola bilər ki, baxın dedim də, bir var müəllimin hekayəsi, bir var kitabdan və yaxud ürəkdən oxu. Yəni o sizin seçiminiz əsasındadır. Bir gün vaxt edərsiniz, əgər qəşəng bir formada bilirsinizsə həmin nağılı, həmin hekayəni özünüz qəşəng, spontan, anidən, hətta bədii təfəkkür məşğələsində onun roluna daxil olub, süjeti rollu oyun vasitəsilə motivasiyasını qəşəng bir formada, o formada qrupa girərsiniz, uşaqları motivasiya edərsiniz. Ondan sonra artıq dərk etmədə həmin nağılı tam olaraq onlara, necə deyim, izah edərsiniz. Tətbiq etmədə də artıq uşaqlarla ya bir boyama işi verərsiniz, ya bir uşaqların səhnələşdirməsini verərsiniz. Yəni o sizin öz seçiminizdir. Ola bilər spontan da edə bilərsiniz, ola bilər kitabdan da oxuya bilərsiniz. Yəni o sizin seçiminiz əsasında olan bir şeydir. Bəs müəllimə, bu şeir öyrədilərkən uşaq orta qrupda hələ hərfləri tanımır, üzündən oxuya bilmir. Biz o şeiri əzbərlədərkən onu şəkillər vasitəsilə, yəni o sözlərin əvəzinə şəkillər vasitəsilə lövhədə qoyub əzbərlətməliyik, yoxsa elə şifahi oxumalıyıq onda? Şifahi, yəni uşaq daha çox onu şifahi, audial olaraq eşidir də daha çox. Həm də valideynə də yazıb verirsiniz də, evdə də valideyn onunla məşğul olur. O heç müəllimə, yəni oxuyuruq, amma uşaq onu birbaşa əzbərləyə bilmir də. Bizdə bir metodist var idi, deyirdi ki, həmin sözləri siz şəkil vasitəsilə, hissələrlə yapışdırın lövhəyə, uşaq onu elə dərk eləyib əzbərləsin. Bildim. O da çox maraqlıdır. Elə əsl interaktiv təlim modelidir. Edə bilərsiniz. Yəni o artıq sizin seçiminiz əsasındadır. Onu etsəz daha yaxşı olar. Ki uşaq onu daha yaxşı qavrayacaq. Çünki gördüyü bir şeyi əyani şəkildə onu daha yaxşı mənimsəyə bilər deyə düşünürəm. Yəni o daha əlverişli olar, bəli. Çox sağ olun. Siz sağ olun. Ruxsarə müəllimə nəsə yazmışdınız? Tam başa düşmədim. Bəli, müəllimə, axşamınız xeyir. Hər vaxtınız xeyir. İndi müəllimə sual verdi, spontan. Spontan nə deməkdir? Yəni spontan, anidən. Yəni bədahətən. Məsəl üçün tutaq ki, biz yaradıcı oyunun süjeti rollu oyun növü var idi. Məsəl üçün orada yaradıcı oyunlara nə demişdik? Demişdik anidən olur, bədahətən. Uşaq birdən-birə məsəl üçün görürsüz ki, qumdan ev yaratdı məsəl üçün. Düzdürmü? Yəni o artıq olur spontan, anidən. Bəli. Bildim, sağ olun. Siz sağ olun. Hər vaxtınız xeyir, can. Çox sağ olun. Siz necəsiz? Müəllimə, kiçik qrupda 4 misradan artıq verə bilmərik, eləmi şeiri? Bəli, qısa, çox qısa. Oldu. Siz sağ olun, 4 misradan. Müəllimə, bir sual da versəm olar? Bəli, verin. Birinci kiçik qrup və ikinci kiçik qrupda onda kitab güçəsi olmur, deyilmi? Olur, amma dərhal təşkil edilmir də. Yəni ilin əvvəlindən dərhal təşkil edilmir. Sonradan
Yəni bütün yaş qruplarında olur kitab cuşəsi. Sabah testdə deyəcək kitab cuşəsi 1-ci, 2-ci Müəllimə qruplar bizdə qrupunda var, olur. kiçik qrupa Hə, biz o var. təşkil edən. Bəli, var. Sadəcə orada məqsədimiz nədir? Daha çox orada şəkilli kitablardan istifadə edirik. Bir də qalın kitablar olmalıdır ki, uşaq o kitabları cıra bilməsin, qatlaya bilməsin, əzə bilməsin. Bir də daha çox o kitablar 3D effekti. Məsəl üçün, orada dovşan şəkli varsa, uşaq o şəklin üzəri ilə gedərkən onu hiss etsin. Məsəl üçün, ona deyilir 3D effektli kitablar. Bəzi bağçalara verilib, bəzilərinə verilməyib, amma çox gözəldir. Kiçik yaş qruplarında uşaqlarda. Sonradan veriblər biz o qalınlardan, Hə. amma əvvəllər bağça açılanda vermişdilər biz o naziklərdən. Bax onun hamısını kiçik qrup, hamısını cırdı. Baxın. Doğrudan da düz deyirlər, qalın lazım deyir onlara. Qalın lazımdır. Bir də daha çox şəkilli, çünki maraq oyadırıq da hələ kitab cuşəsinin vasitəsilə. Orta qrupdan artıq yavaş-yavaş onlarda kitaba qarşı maraq da stimullaşır. Bir də kiçik qrupda müəllimə nə etməlidir? Məsəl üçün nağılla şeiri yavaş-yavaş uşağa janr olaraq fərqləndirməyə başlamalıdır. İndi deməlidir şeir deyəcəyik, indi nağıl oxuyacağıq. Yəni uşaq bilməlidir ki, nağıl necə olur, şeir necə olur, hekayə necə olur. Yəni bu da müəllimədən asılıdır. Artıq kiçik yaş qrupundan müəllimə hər dəfə hansını edəcəksə, hansı janra müraciət edəcəksə, onu əvvəlcədən uşağa deməlidir. Uşaqlar, gəlin indi nağıl oxuyaq və yaxud şeir əzbərləyək, hekayə danışaq. Yəni belə deməlidir ki, uşaq bilsin ki, hekayə nədir, nağıl nədir, şeir nədir. Artıq uşaqda yavaş-yavaş necə deyim, qavrama özünü göstərməlidir. Bu formada. Bəli, verin. Hə, deyin. Bayaq testdə qabağıma çıxmışdı, yazır ki, uşaqlar neçə yaşdan oxumağa maraq oyanır da uşaqlarda. Aha. Bu şəkil üzrə oxumaq nəzərdə tutulur da, eləmi? Tam olaraq başa 3 düşürəm. yaşdandır. Yazır ki, uşaqlarda neçə yaşdan oxumağa maraq oyanır. Heçin cavabı 3 yaşdan idi. Hə, o Şəkil üzrə oxumaq olar da, yəni. şəkil üzrə oxuma sadəcə, yəni yəqin ki, o təfəkkürlə bağlı olaraq deyir onu. Yəni uşaqda anlama, oxuyub anlamaya qarşı maraq, yəqin ki, o cəhətdən qeyd ediblər onu. Bəli, 3-4 yaşdan etibarən, orta qrupdan etibarən təfəkkürün inkişafı ilə əlaqəli olaraq. Amma belə oxuya, yəni uşaqlarda oxuma məktəbə qədər dönəmdə təsadüf etmir. Sadəcə maraq baxımından orta qrupdan etibarən özünü göstərir, bəli. Siz sağ olun. Bəli. Canım müəllimə, dövlət tərəfindən bizə elə bir plakatlar veriblər də, orada elə illüstrasiyalı şəkillər var. Məsəl üçün belə adlanır, elə bir kəndimiz, dağlar və yox meşədə heyvanlar. Bax, onun hansı yaş qrupundan biz uşaqlara başa salmalıyıq, o üzrə danışmalıdır. Yəni illüstrasiyaya baxıb ən dəqiq yaş dövrünə orta qrupdan şəkillərin məzmununa əsasən hekayə və nağılları danışmaq orta qrupdan etibarən özünü göstərir. Artıq o plakatlara əsasən uşaqların nağılları, hekayəni danışması orta qrupdur. Artıq şəkil üzrə özü sərbəst şəkildə nağıl, hekayə qurması 4-5 yaşdadır. Yəni 3-4 yaşda uşaq hələ şəklin məzmununa əsasən hekayə və nağılı danışacaq. Amma artıq 4-5 yaşda tərtib edəcək, özü yaradacaq. O nağılı da, o hekayəni də. Artıq o 4-5 yaşdadır. Müəllimə, bayaq siz dediniz şəngülüm çıxartdılar. Məncə qırmızı papağı da çıxardıblar, eləmi? Qırmızı papaq əslində belə deyil. Baxın, şüngülüm çıxarılıb, düzdür. Biz onu müəllimin hekayəsi ilə başqa bir formatda uşağa verə bilərik. Amma bəli, yəni qırmızı papaqda da müəyyən qədər fobiya, uşaqlara qorxu hissi yaratdığı üçün, qorxu hissi yaratdığı üçün, bəli. Amma yəni onu müəllim elə bir formada çatdıra bilər ki, sonda yaxşılıq, məsəl üçün, pisin üzərində qalibiyyəti ilə, onun qazancı ilə, yəni bu formada da onu çatdırmaq olar. Sadəcə müəllimədən asılıdır. Yəni bəzən olur ki, valideynlər də bizim kitab cuşəmizə kitab gətirə bilər və valideynlərin də gətirdiyi kitabların içərisində belə biz baxmalıyıq ki, bu kitablarda qorxu varmı? Uşaqda fobiya yarada bilərmi? Uşağın anlaq səviyyəsinə uyğundurmu? Məsəl üçün, ona da baxırıq və onun əsasında da onu biz qəbul edib kitab cuşəsinə yerləşdiririk. Yəni, orada da müəyyən bir məqamlarda diqqətli olmalıyıq ki, həmin hekayələr, həmin nağıllar uşaqlarda fobiya hissini yaratmasın. Yəni, bu da yenilikdir da, belə deyək, yenilikdir. Bir çox müəllimələr bundan xəbərsizdir. Amma yəni bu belədir, qayda belədir ki, fobiya yaradacaq məqamlar artıq proqramdan və plandan çıxarılmalıdır. Bu formada. Başqa sual olan varmı? Versin, cavablandırın müəllimlər.
Bədii təfəkkür olmasın, digər bir bir mövzu olsun. Deyin cavablanın. Cəmilə müəllimə bir də axşamınız xeyir. Hər vaxtınız Cəmilə xeyir. müəllimə bizdə hansı mövzular qaldı keçilməmiş? Deyirsiniz mart ayında bitirəcəyik, ancaq mövzumuz çox qalıb axı. Mövzumuz qalıbdı. İnşallah yekunlaşdıracağıq. Tez-tez gedəcəyik məcbur. Hə. Ona görə deyirdim. Mən elə bilirdim Tələsirsiniz. apreldə. Tələsirsiniz. Apreldə qurtarmaq istəyirsiniz. Yox. Hə, dedik onların hamısını keçək də müəllimə. İnşallah. Mən prosta müəllimlərin narazıçılığına görə biraz tədircinəm ki, deyirəm birdən müəllimlər deyirlər ki, müəllimə bizi ay ödənişə görə mi saxlayır? Sadəcə yəni necə istəyirsinizsə elə gedərik ona görə. Yox, müəllimə. Çox Yox, müəllimə. Arxan keçəndə lap belə də girsin, müəllimə. Arxan Hə, keçəndə. mənim üçün problem yoxdur. Əsas sizsiz. Yəni siz Yox, necə bizim üçün də problem yox. Ha, Əslində tamam. bizi dərindən öyrənək. Tamam, onda az-az gedərik. Bəli, bizdə peşə qabiliyyətləri qalıb, Ailələr qalıb, hə, ailələr Cəmilə qalıb. müəllimə. idarə olunması qalıb. Ay Cəmilə müəllimə, belə bir söz oxudum. Onu eşidəndən də lap bücür olmuşam. Nə? Ki bu belə deyilir ki, sertifikasiyada da səhv düzə aparır. Belə bir qərar çıxartmaq istəyirlər. İkinci sertifikasiya, birincidən kəsilənlər üçün ikinci elə bir şey deyilir, amma rəsmi Müəllimə, olsa nətər olarıq biz? Ay müəllimə, siz birincidən keçəcəksiniz, ikincini gözləyirsiniz. Siz birincidən keçəcəksiniz inşallah. Onu eşidəndə ki, Yox, o bilirsiniz necədir? O deyilir. Hələ rəsmi heç nə yoxdur. Deyilir ki, ikinci dəfə sertifikasiya imtahanı hansı ki müəllimlər kəsiləcək, Allah uzaq eləsin. Hər birinizdən uzaq olsun. Hə. Onlar üçün artıq ikinci imtahanda səhv düzü aparma ehtimalı var. Amma o da bir ehtimaldır, fərziyyədir. Yəni rəsmi təsdiqini tapan bir qərar deyil, yəni. Deyim ki, Elm və Təhsil Nazirliyi tərəfindən qərar verilir. Allah Xeyr. heç tapmasın o qərar təsdiqini. Ay müəllimə, siz niyə narahatsınız? İnşallah birincidən keçəcəksiniz Allahın izni ilə. İnşallah. Məktəb müəllimlərinə aid deyil, axı. Məktəb müəllimlərinə aid deyil, amma bağça müəllimlərinə, məktəb müəllimlərinə aid olmayan bir şeyi bağça müəllimlərinə çox aid ediblər. Yəni ona görə insan biraz qorxur. Müəllimələrdə normaldır. Çünki baxın, adicə məktəb müəllimləri üçün MİQ imtahanının balı 30 idisə, keçid balı. Amma bizdə artırdılar, 40 bal elədilər. Yəni belə bir şeylər yaşandı. Ona görə yəni məktəbə qədər elə bir sahədir ki, burada hər an hər şey ola bilər. Ona görə hə, biraz müəllimlər tədircindir, amma rəsmi bir şey yoxdur. Yəni deyim ki, rəsmidir yox. Müəllimə, işləyən müəllimələr üçün də 40 ballı keçir. Xeyr. Xeyr. Bal filan kəsilmə heç nə yoxdur. Sadəcə olaraq bu bəzi təlimçilərin və bəzi müəllimələrin əlində bir oyuncaq olub artıq bu məktəbə qədər sahə. Məsəl üçün caq deyirlər imtahan olur, imtahandır, ücə deyildi. Caq deyirlər imtahan balı qalxdı. Caq deyirlər sertifikasiyadan ikinci şans verilməyəcək. Yəni hələ heç kim onu yəni onu özləri üçün bir oyuncaq eləyiblər. Rəsmi heç nə yoxdur. Rəsmi bir şey yoxdur. Belə müəllimələrə heç qulaq asmağa dəyməz. Hə, yox. Onlara öz işinizlə məşğul olun. Öz işinizlə məşğul olun. Bu gün də bir qərar çıxdı ki, Naxçıvan Respublikasında sertifikasiya veriləcək. Hə, siz bağça müəllimi. Ay müəllimə, mən Naxçıvanlıyam, amma bizə hələ bir şey deyilməyib axı. O məktəb müəllimləri üçündür o. Məktəb müəllimləri üçün. Mən özüm Naxçıvanlıyam. Baxar müəllimədir, sonra bizim Bəs niyə orada yazıb? Müəllimə biri yazmış, mən də yazdım ki, bizə deyilməyib, axı sizə nə vaxt deyilibdi ki, mən özüm məsələn Naxçıvanlıyam, bizə hələ bir şey deyilməyibdi. Yox, Bahar müəllimə deyilməyib, hələ ki yoxdur. Hə, düz deyir. Mənə elə gəlir ki, olsa yəqin ki, Naxçıvanda, Bakıda eyni bir vaxtda olar da. Ola bilər ki, məsəl üçün Naxçıvanda qabaqcadan ola bilsin. Yəni elə bir şey ola bilər. Amma hələ yəni dəqiq heç nə yoxdur bu barədə. Biz dərsləri müəllimə dərindən bilə öyrənək. Sizə bir şey deyim, elə şeylərə baş qoşmayın. Hər vaxtınız xeyir. Verin can, buyurun. Müəllimə, mən bu yanaşmalar var, Emiliya falan. Bax, bunların hamısını qarışdırıram. Bunu mən necə edim ki, qarışdırmayım? Mənim YouTube-dan izahıma qulaq asmısınız. Hansı müəllimə idi danışan? Günel müəllimə. Mən sizi təzə Səfaət müəllimə vasitəsilə sizi tanımışam. Çox da şad oldum. Tanıdım sizi. Mən də çox şad oldum. Sən nə geyirsən? Baxın. İlahi müəllimə, səsiniz açıqdır.
İlahə müəllimə. Hə, Cüneyt müəllimə, deməli baxın, Montessori var, Emilia var, bir də Waldorf var. Mən qısa formada indi izahımı verim. İnşallah ki, bu irəlidə bizim mart ayında olan təlimlərimizdə mövzularımdan biri də o olacaq. Orada da deyəcəm. Baxın, Montessori qoşulacam görəm adam. İnşallah. Baxın, yadınızda belə qalsın. Bu Montessori yanaşması ki var, Montessori'də D qaydası var. D. D qaydası da nədir? Bir dənə səsləri bağlayın. Hə. D qaydası nədir? Baxın. Çinarə müəllimə can səsi bağlayın. Sonra YouTube-da qulaq asanda özünüz deyəcəksiniz bu nə idi? Cəmilə müəllimə salam əleykum. Üzr istəyirəm. Siz İranə müəllimə dediniz? Yox. İranə müəllimə yox. İlahə müəllimə dedim can. İlahə müəllimə dedim. Hə, bağışlayın. Allah bağışlasın. Çox sağ olun. Siz sağ olun can. Baxın, Montessori yanaşmasını D-larla yadımızda saxlayırıq. Montessori bioloji konsepsiyadır. 3 konsepsiyamız var. Bioloji var, sosioloji var, biososioloji var. Bioloji konsepsiya deyir ki, insan doğulduğu anda onun görünüşünə biz müdaxilə edə bilmədiyimiz kimi, onun potensialına da müdaxilə edə bilmirik. Yəni, tutaq ki, deyirəm, Cüneyt müəllimənin ailəsi həkim ailəsidirsə, ziyalı bir ailədirsə, həmin ailədən doğulan uşaq, yəni Cüneyt müəllimə də həkim olacaq. Bioloji konsepsiya bunu deyir. Yəni gen, irsiyyət önəmlidir deyir və Montessori də onun tərəfdarı idi və dini cəhətdən radikal idi. Yəni dini cəhətdən radikal olmaq budur ki, o yalnız əsas götürürdü irsiyyəti. İrsiyyət. Amma Emilia əsas götürürdü bir növ sosiallığı. O deyirdi ki, insanda belə deyim, potensialın inkişafı üçün sosiallıq önəmlidir. Çevrə, mühit, əməkdaşlıq önəmlidir. Waldorf isə deyir ki, siz nə danışırsınız? Həm irsiyyət önəmlidir, həm də sosiallıq önəmlidir. Yəni, Waldorf ən düzgün qərarı verən yanaşmaydı. O həm irsiyyəti, həm də sosiallığı deyirdi. Yəni, 50% irsiyyətdədirsə, 50% də sosiallıqdadır. Amma Montessori deyirdi irsiyyət, Emilia deyirdi yalnız sosiallıq. Və Montessori yanaşmasında əsas məqam idraki konstruktivizmdir. Yəni, idrak nə deməkdir? Yalnız zehni fəaliyyətlər. Hansı ki, riyaziyyat məşğələsi, hansı ki, oxuma, yazma, akademik fəaliyyətlər. Amma Emiliada isə daha çox uşağın ünsiyyəti, çünki sosialda axı Emilia, daha çox ünsiyyəti, əməkdaşlığı, daha çox uşağın təbiətlə əlaqəsi önəmli idi. Waldorf isə daha çox deyirdi ki, 4 inkişaf sahəsinin 4-ü də olmalıdır uşaqda. Uşaqda həm idrak olmalıdır, həm estetik olmalıdır, həm fiziki inkişaf olmalıdır, həm də sosial-emosional olmalıdır. Yəni 4-ü bir arada olmalıdır, Waldorf deyirdi. Və Montessori'də müəllimənin əsas rolu ən çox indi bizim Azərbaycanda Montessori tipli bağçalar, Montessori tipli özəl müəssisələr, necə deyim, bu hal-hazırda onlar öndədir. Niyə görə? Çünki Montessori müşahidəçi deyirdi müəlliməyə. Müəllimə deyirdi, gözə görünməz olsun və müşahidəçi olsun, yalnız izləsin. Məsəl üçün, uşağın ayaqqabısının özünün soyunmasına müəllimə sadəcə kənardan baxsın. Uşağın paltarını soyunmasına müəllimə sadəcə müşahidə eləsin, görüm uşaq neyniyir. Müəllimə müşahidə etsin, görün bu uşaq hansı fəaliyyəti yerinə yetirir. Müəllimə sadəcə kənarda qalsın. Montessori belə deyirdi. Waldorf isə deyirdi ki, müəllimə uşaqlarda birlik, bərabərlik hissini formalaşdıran mənəvi bələdçi olsun. Mənəviyyat önəmli idi Waldorfda. Emilia isə deyirdi ki, uşaqda müəllimə uşağın özünün qərar verməsinə cavabdeh olan bələdçi olsun. Cavabdeh bələdçi nə deməkdir? Yəni, uşağa yön versin, istiqamət versin və uşaq onun əsasında özü qərar qəbul etsin. Və bu əsasda müəllimə deyirik ki, Montessori yanaşmasında müstəqil öyrənmə əsasdır. Waldorf yanaşmasında 4 inkişaf sahəsi olduğu üçün mədəni müxtəlifliyə hörmət, daha sonra yaradıcılıq səriştəsi önəmlidir, demokratiya, insan hüquqlarına hörmət önəmlidir, Emiliada isə qərar qəbul etmə və əməkdaşlıq səriştələri önəmlidir. Bundan əlavə olaraq Montessorini testdə tapmaq istəyən müəllimə daxili inkişaf etdirici mühiti tapmalıdır. Bayaq dediyim isə D qaydası. Daxili inkişaf etdirici mühiti tapmalıdır. Diferensial yanaşmanı tapmalıdır. Çünki Montessori əvvəllər xəstə, yəni sağlamlıq imkanı məhdud olan uşaqlarla işləyib.
Montessori-ni tapmaq istəyən müəllimə inkişaf etdirici mühiti mütləq tapmalıdır. Çünki o belə deyim, gəlib görüb ki, sağlamlıq imkanı məhdud olan uşaqlara heç bir əşya verilmir və uşaqlar sadəcə oturur. Və bundan sonra Montessori özü ilə bir yerdə o belə deyək, xəstəxanaya, o uşaqların olduğu özəl müəssisəyə oyuncaqlar gətirib və həmin oyuncaqların sayəsində görüb ki, Montessori uşaqlarda əməlli başlı irəliləyiş olur. Və onun əsasında da harda fiziki mühit, harda əşyalı mühit, harda daxili inkişaf etdirici mühitin, cuşələrin, didaktik oyuncaqların gördünüzsə, bu Montessori'dir. Waldorf yanaşmasında isə daha çox bizə lazım olacaqdı nə? Bizə lazım olacaqdı 7 yaşa qədər uşağın heç bir akademik biliyə yiyələnməməsi. Yəni necə? Məsəl üçün, uşağa deyirdi, ağlada-ağlada yazdırmayın. Uşağı ağlada-ağlada oxutmayın. 7 yaşına qədər imkan verin, o uşaq uşaqlığının dadını çıxarsın. Lori dildə desək. Bu artıq Waldorf yanaşmasındadır. Yəni o deyirdi ki, 7 yaşa qədər uşaq sadəcə oynasın, müşahidə etsin, təqlid etsin və bu yolla öyrənsin. 7 yaşından sonra isə artıq uşağın özündə öyrənmək üçün addımlar atılacaq. Məsəl üçün, 7 yaşına qədər siz ona rəsm vermisiniz, aplikasiya vermisiniz, yapma vermisiniz, quraşdırma vermisinizmi? Artıq 7 yaşında uşaq əlinə qələmi alıb başlayacaq yazmağa. Çünki onun artıq kiçik motorikası hazırdır. Bu formada. Emiliyada isə ətraf aləmlə tanışlıq məşğələsi çox önəmlidir. Çünki o deyirdi ki, uşaqlar əsl vətəndaş kimi böyüməlidir və fəal vətəndaşlıq mövqeyi birbaşa ilə Emiliyadadır. Harda əsl vətəndaş, harda problemin öhdəsindən özü gələn uşaq, harda kollektivlə işləməyi bacaran uşaq gördünüzsə, bilin ki, bunlar Emiliya yanaşmasındadır. Harda birlik, bərabərlik, yaxşılıq, gözəllik, emosiya və hisslərin inkişafı, mənəvi keyfiyyətlər, bədii təfəkkür, hekayə, nağıl, şeir gördünüzsə, daha sonra sizə deyim, harda rollu oyun, səhnələşdirmə, teatr gördünüzsə, valideynlər üçün tamaşalar, festivallar gördünüzsə, uşağın müəllimənin rol model olaraq görməsi və müəlliməni uşağın təqlid edərək öyrənməsi, yəni uşağın müəlliməni təqlid edərək öyrənməsi, əvvəlcə tanış olması, tanışlıqdan təcrübə, təcrübədən müxtəlif anlayışlar əldə etməsi hamısı Waldorf yanaşmasındadır. Daha da uzun danışa bilərəm, amma əsasları budur. Montessori'də isə müstəqil öyrənmə səriştəsi, Montessori'də götürəcəksiniz diferensial, daxili inkişaf etdirici mühit, didaktik oyuncaqlar, uşağın tam inkişafı, yəni tam inkişafı nə deməkdir? Bir var 4 inkişaf sahəsi əsasında, o Waldorfdadır. Bir də var zehin və ürəyin vəhdətinin əsasında tam inkişaf, o Montessori'dədir. Sonra uşağın sevərək öyrənməsi, uşağın səhvini özünün düzəltməsi, korrekt edilən oyuncaqlar, mühitin orijinal olması, fərdi və qrup iş formasının olması, uşağın mərhələlərlə müxtəlif yaş qruplarında birləşməsi, 0-3-3-6 yaş, hansı ki, Emiliyada da müxtəlif yaş qrupu var. Sadəcə Emiliyada müxtəlif yaş qrupuna səbəb uşağın özündən daha böyük yoldaşından öyrənməsidirsə, Montessori'də isə mərhələli inkişafdır. Və Montessori'də uşaqlarda liderlik bacarığı önə çıxır. Səliqə, səhman, məsuliyyət hamısı Montessori'dədir. Yəni qısalaşdırılmış versiyada belə dedim, amma YouTube-a yazsaz oradan dinləyə bilərsiniz. Mənim pedaqoji yanaşmaların izahını vermişəm. Oradan da dinləyə bilərsiniz yəni. Bəli. Çox sual da verin. Verin, bəli, buyurun. Mən bir sual vermək olar. Aha, bəli, verin. Sizə yoruram, çox üzr istəyirəm. Amma yenə də. Bax, bu yanaşma ilə nəzəriyyənin fərqi nədir? Bax, bizi yoran odur ki, yanaşma nədir, nəzəriyyə nədir? Axı, hər ikisi, bunların hər ikisi müdür, onların yazdığıdır da. Niyə birinə nəzəriyyə deyirlər, birinə yanaşma deyirlər? Nəzəriyyələr elmi əsaslıdır. Nəzəriyyələrin elə bilin ki, necə deyim, möhrü vurulub da. Yəni, onlar elmi əsaslıdır. Onlar təsdiqini tapıb. Amma Montessori'dir, Waldorf'dur, Emiliyadır, onlar əsaslı deyil. Sadəcə olaraq onların özünün yanaşmasıdır. Məsəl üçün, mənim bu mövzuya yanaşmam bu cürdür, düzdürmü? Başqa təlimçinin başqa cürdür.
Düzdür? Yəni hərənin özünün bir yanaşması var. Montessori'nin uşaqlara yanaşması idraki konstruktivizm olduğu halda Waldorfunki olubdu nə? Waldorfunki olubdu daha çox biososioloji yanaşma. Emilianınki isə sosioloji. Yəni onlar sadəcə yanaşma olaraq adlanır, amma məsəl üçün Froebel nəzəriyyədir, sonra Vygotsky nəzəriyyədir, Piaget nəzəriyyədir. Aydın oldumu? Bunlar isə artıq olur bizim nəzəriyyələrimiz. Çünki onların artıq elmi əsas təsdiqi var. Mənim bax biz bunda biz həmişə çaşırdıq ki, bu nə fərqi var ki, yanaşma sizə izah etdiyim kimidir da. Yəni mənim öz yanaşmam var, başqa bir təlimçinin öz yanaşması var. Hər kəsin bir yanaşması var. Məsəl üçün mən sizə sadə dildə izah edirəm, amma elə müəllimə var elmi dildə izah edir. Düzdürmü? Hərəmizin özümüzün bir yanaşması var. Bu bizim yanaşmamız elmi əsası varmı? Yoxdur. Yəni belə bir şeydir. Aydın oldu. Oldu Məlmə, çox sağ olun. Minnətdaram. Sağ olun. Siz sağ olun. Başqa kiminsə sual varsa mən... Bəli, baxar müəllimə. Bir söz deyirəm. Bəli, can deyin. Cəmilə müəllimə, deyirəm biz mart ayı dərsimizi yekunlaşdıraq. Müəllimə, yəni öz fikrimi bildirirəm. Deməli, apreldən də qoşulaq testə. Hə, mənim üçün uyğundur. Necə deyirsinizsə elə edərik. Onu danışarıq. Müəllimələr də razılaşsa həll edək. Tamam, edərik, elə edərik. Necə istəyirsiniz də? İndi baxarıq dərsin gedişatına. Müəllimə, mövzular çoxdur. Onu necə çata bilərik biz? Dərindən necə çatır? Mövzuya dərindən çatır, testə gedək də. Tamam. Onda necə istəyirsiniz? Martay müəllimə biz tutaraq onu. Çünki nə qədər bizim mövzular. Başa düşmədim, müəllimə apreldə nə arayacağıq? Müəllimə biz həftədə 3 dəfə keçirik də. Onun ikisini dərs birini test eləsək bəlkə çatdıra bilərik. Hə, olar. Necə istəyirsinizsə etmək olar. Hə, edərik də müəllimə. Necə deyirsiniz? Cəmilə müəllimə, apreldən test, qoşulaq test eləyək də ancaq. Mənim üçün necə deyirsinizsə uyğundur. Səs çoxluğuna qoyacağam. Necə istəyirsinizsə elə edək. Mövzular çoxdur. Mövzular çoxdur. Ola deməli mövzular çoxdur. Bəli, mövzular çoxdur müəllimə. Ancaq özü mart qrupu olacaq. Mart qrupumuz martda başlayacaqdır. Müəllimlər noyabr qrupunun, ödənişli qrupun dərsidir. Sadəcə atdım ki, sizlər də iştirak edib yararlanasınız. Onlarla dərsimiz martda yekunlaşmalıdır. Nə qədər qalır ki, müəllimə bizim dərsimiz? İndi məsəl üçün bizdə ailələrlə işin təşkili, sinifin effektiv idarə olunması qalıbdır. Məntiqi riyazi təfəkkür qalıb, savad təlimi qalıb, təsviri fəaliyyət bəli o qalıbdır, böyük bir mövzudur. Diqqət mövzumuz da psixoproseslər qalıb müəllimə. Təfəkkür qalıb deyəsən müəllimə. Mövzularımız çoxsu qalıbdır. İndi baxarıq da necə deyirsiniz? Müəllimə hüquq vəzifə O asandır. Hüquq vəzifəni ilə bir dəfə mən desəm onu siz sırazı götürəcəksiniz. Əməyin növləri qalıb, gün rejimi qalıb müəllimə. Qalıbdır. Gün əməyin növlərin sonda atacaq. Çatdıra bilmərik biz. Fəaliyyətlər qalıb. Fəaliyyətlər keçməyəcəyik biz. Fəaliyyətlər düşmür. Mən sizə öyrətdiyim formada mənimsəsəz kifayətdir onun. Fəaliyyətlər düşmür. Müəllimə anlıq edir o düşmüyə. Heç sevmədiyim dərsdir o fəaliyyət. Noyabrdan bəri müəllimə keçdiyimiz mövzular nəzəriyyələrdir. Oyun əmək fəaliyyəti düşəcəkdə sadəcə düşə bilər. Necə? Fəaliyyətlər oyun fəaliyyətini keçmişəm axı, onu mən orada izah eləmişəm. Oyunu keçmişəm. Hə, tələbatlarda da idrak tələbatında izah etmişəm, orada da yaş qruplarını demişəm. Amma digər fəaliyyətlər düşmür. Oyun, idrak, ünsiyyət, onların hamısını demişəm fəaliyyət olaraq. Məsələn, adamı çaşdıran da o yaşlardır da. O yaşlar. Əsas da müəllimə 3-4 yaşla 4-5 yaşı çaşırsan, biri də başa düşürsən, 5-6-nı da başa düşürsən. Qarışdırmaq normaldır. İnşallah onu da zamanla formalaşdıracağıq Allahın izni ilə. Mənim belə bir fikrim var ki, öz axarı ilə gedək. Martda qutaraq. Mən də sizi dəstəkləyirəm. Öz axarı ilə getsin. Yəni mənimsəmədikcə uzadarıq aprelə qədər. Bəli. Müəllimə yazıq ki, hansı mövzular keçmişdir. Hər vaxtınız xeyir. Yəni aprel ayına keçə bilər. Əsas oldu məqsədimizə çataq da. Yəni mənimsəyək bunu. Doğrudur. Necə deyirsinizsə mən dediyim kimi mənə uyğundur. Problem yoxdur. Necə deyirsiniz? Mövzular çoxdur.
Dərsi keçərdik, sonra test eləyərdik də biz dərs haqqında anlayışımız olmayandan sonra. Bəli, mən də sizi dəstəkləyirəm müəllim. Tamam. Çox deyil. Tamam, elə edək. Mən də elə fikirəm. Keçək. Ən azından 2 dəfə dərs izahı olsa, məncə çatdıra bilərik. Həftədə 3 dəfədir, bir dəfə test, 2 dəfə dərs izahı olsa, hardasa bəlkə biraz irəliləyiş olar. Necə Müəllimə yenə deyirsiniz? çatmayacaq. Mövzular çox da müəllimə yenə çatmayacaq. Çatmayacaq, qarışdıracaq. Tam öyrənə bilməyəcək, qarışdıracaq. Onda gəlin belə axarımızla gedək, sistemi pozmayaq. Əsas o da mövzunu dərindən biləsiniz. Bəli, müəllimə, axarımıza gedək. Necə başa düşəcəksiniz? Dərinləşdirilmiş Necə deyirsiz, Çox gözəl başa salmısınız. Həqiqətən dərindən öyrənmişik. Qalan mövzularımızda bax ki, elə dərindən öyrənək. Hə, yəni Allah ona görə xeyir olsun. Bizim məqsədimizdir ki, indiyə kimi o öyrənmişik, indiki mövzuları dərinə qədər. Heç bir çətinliyimiz yoxdur. Allah sizin canınızı sağ eləsin. Sizin sayənizdə həqiqətən də müəllimə çox şey öyrəndik. Həqiqətən də. Can çox sağ. Mən də etiraf edirəm ki, sizdən qabaq mən təlimçiyə qoşmuşum, heç nə bilmirdim. Amma sizə qoşulandan bəri özümə nə qədər irəlişlər, nə qədər açar sözləri, sazı tapıram. Heç dalını oxumuram ha. Allah köməyiniz olsun müəllimə. Yenə davam edək. Məqsədimiz yeni mövzuları dərindən öyrənməkdə yenə çox gözəl başa salırsınız. Tamam. Yenə gedək, axarı ilə gedək. Apreldə daha da qutararsa, dalın testlərlə gedək də. Tamam, olar. Olar, necə deyirsiniz? Olar deyəm müəllimə, olar. Olar, elə edək. Müəllimə yazıb ki, Biz üstüdə dərsləri və keçdik. Biz qarışdıracağıq, yəni tuta bilməyəcəyik. düzdür, tamam. Bir var, yəni onsuz da hələ çərçivə çıxmayıb. Niyə belə tələsirik? Düzdür, müəllimələr var, çaşdırırlar, adamı tələsdirirlər. Biz özümüzə ziyan eləyirik. Düzdür. Bu ardınca belə necə öyrəniriksə, elə də davam eləyək. Tamam. Müəllimə çərçivə şeylərsə də, onsuz da müəllimə surə qrup olacaq da, bir ayda Bəli. surə qrup olacaq. Bəli, bəli. Bir ayda surə qrupu lap super olacaq. İnanıram ki, Cəmilə müəllimənin sayəsində hamı da gözəl paltlayacaq. İnşallah. İnşallah, amin Reyhan müəllimə. İnşallah müəllimə. İnşallah. Müəllimə yazıb ki, müəllimə noyabrdan bu yana hələ bu mövzuları çəkmisiniz. Müəllimə biz bilirsiniz necə gedir? Dərinləşmiş versiyada gedirik deyə. Yəni bizdə bir dərs sual-cavab olur, bir dərs testi olur, bir dərs də mövzu izahı olur. Yəni ona görə biz necə deyim, dərin öyrənirik deyə qısa-qısa, az-az gedirik. Yoxsa ki bizim keçdiyimiz mövzular da əməlli başlı. Biz 4 inkişaf sahəsinin hərəsini bir dərsdə öyrənmişik. Yəni hər inkişaf sahəsini bir necə deyim, bir dərsə sığışdırıb onun əsasında testlər işləyib, sual-cavablar edib elə yavaş-yavaş mənimsəyə gəlmişik. Ona görə mövzularımız biraz çox qalıb. Tədricən. Gəlmişik, bir ayımız qalıb da bizim. Yəni bir ay yarım olsun. Niyə tələstiririk özümüzü? Yəni Yox, müəllimə, mən bilmədim biz mövzularımız bu qədər qalıb da. Yəni necə deyirsiniz, həll edərik. Mən yəni siz necə desəniz ona da razıyam. Bahar müəllimə Naxçıvanın imtahanından qorxub ona görə elə deyir. Bizi də qorxuyor da müəllim. Ona görə elə deyir. Hə, ona görə elə deyir. Narahat olmayın can, hələ heç nə yoxdur. İnşallah olanda da hər şey öz halına gedəcək. Narahat olmayın. Bir də görürsünüz, bəzi müəllimələr deyəcək ki, onsuz da qutarmışıq. İmtahanına yaxın az. Çıxıb gedəcəklər. Vəbşi əlidən mıqları əldən. Ona görə gözləyək, ardınca gedək. Mərhələli bu. Bəli, tədricən. Necə deyirsiniz? Tamam, onda müəllimlər videonu yükləyib YouTube-a atacağım. Baxarsınız inşallah həftənin 5-ci günündə testlərimizi edərik, möhkəmləndirərik Allahın izni ilə. Gecəniz xeyrə qalsın. Cəmilə müəllimə. Bəli. Deyin. Cəmilə müəllimə, yanvar qrupunun testini də atardınız da, orada da baxardıq da oyunlara. Tamam canım. Tamam atacağım. Çox sağ olun. Tamam atacağım. Çox sağ olun. Allah razı olsun. Cümləmizdən. Aytaçı müəllimə yazıb keçsin. Mən çəkmək istəmirik. Siz də mutlu. Can. Sağ olun. Siz sağ olun. Gecəniz xeyrə qalsın. Siz sağ olun. Görüşərik inşallah. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun.